Deməli, iki gənc bir-birini dəli kimi çox sevirlər. Dəhşətli dərəcədə çox sevirlər bir-birlərini. Biraz zaman keçir, evlənməyə qərar verirlər. Oğlan qıza deyir ki, evlənək, amma mən xaricə getməliyəm 5 illik və bu vacibdir. 5 il burada olmayacağam. Ona görə də gərək gedib gəlib sonra evlənək. Amma mən səni 5 ildə gözlətmək istəmirəm də. Çünki ola bilər ki, bir ildən sonra sən artıq məni istəməyəsən və yaxud da bir ildən sonra mən səni istəməyəm. Ya da hər ikimiz bir-birimizi istəməyək. Çünki zaman az zaman deyil. 5 il müddəti çox uzun bir zamandır. Qız deyir ki, mən səni ömrümün sonuna qədər sevəcəm. Oğlan deyir ki, indi belə deyirsən də, yəni indi mən də belə düşünürəm. Amma bir ildən sonra belə olacaqmı bilmirik. Qız yenə də əl çəkmir, deyir ki, yox, mən səni gözləyəcəm. 5 ildə olsa, 10 ildə olsa, sən gələnə qədər səni gözləyəcəm. Oğlan deyir ki, yox da, belə olmaz. Bəlkə mənim sənə sevgim azalacaq, sevgim bitəcək. Bir ildən sonra heç yadıma düşməyəcəksən. Sonra mənə deməyəcəksənmi, bəs bunu mənə əvvəldən deyərdin. Ona görə sənə əvvəldən deyirəm, məni gözləmə. Qız əl çəkmir yenə, oğlan deyir ki, yaxşı, onda gəl belə eləyək. Mən gedirəm, bir ilin tamamında sənə bir buket gül göndərəcəm. Bu gülü sayarsan, əgər 100 dənə olsa, deməli mən səni hələ də sevirəm, mənim yolumu gözlə, gəlib səndən evlənəcəm. Yox, gül 99 dənə olsa, bil ki, mən daha səni sevmirəm, mənim yolumu gözləmə. Qız razılaşır, oğlan gedir, beləcə zaman keçir, bir il tamam olur, oğlan söz verdiyi buketi göndərir, qız həyəcanla açır, gülləri sayır, görür 99 dənədir. Deyir, bəlkə həyəcandan səhv saymışam, biz də başlayır saymağa, biz də sayır, görür 99 dənədir. Ətrafındakılara saydırır, görür ki, yox, 99 dənədir. Orada ümidsizliyə qapılır ki, artıq bu məni sevmir, dediyi kimi de 99 dənədir, daha bu məni unudub. Qız ağlayır, depresiyaya düşür. Bir neçə aydan sonra qız özünə gəlir, həyata davam eləyir və bu qızı sevən başqa oğlan elçi gəlir qıza. Qız qəbul eləyir, bu oğlanla evlənir. 5 il tamam olur, qızın sevdiyi oğlan qayıdır gəlir, gələn gün başlayır qızı axtarmağa, gedir, tapır qızı, görür ki, qız evlənib. Baxır, məyus olur, qayıtmaq istəyir, sonra sönür, deyir ki, olar sənə bir sual verim, sonra gedim. Qız deyir, buyur, deyir, məni nə vaxt unuttun? Qız baxır, deyir ki, sən mənə ələ salırsan, sən mənə deməmişdin ki, gül 99 olsa, bil ki, mən səni unutmuşam, həyatıma davam elə. Sən mənə 99 dənə gül göndərmişdin. Oğlan deyir ki, bəs niyə o gülün içindəki kağızı açıb oxumamısan? Qız həyəcanla qaçır evə, o gülü 5 ildir saxlayır. Qaçır evə, gedir, gülün içindən götürür məktubu. Görür, məktubda yazılıb ki, mən səni ömrümün axırına qədər sevəcəm, sənə 99 dənə gül göndərirəm. 100-cü gülsə, dünyanın ən gözəl gülü, ən tərabətli gülü olan sənsin. Qız Bildim oraya. Qaça-qaça çıxır çölə, görür ki, oğlan yoxdur. Ondan sonra oğlanın həyatında heç bir vaxt görə bilmir. Taş duvarlar